Hazırda bizə Respublikamızın əməkdar artisti Gövhər Rizayeva baxır. Mənim üçün bir səs göndərib. Mən istəyirəm o səsi tamaşaçılar da eşitsin. Yalçın, sabahın xeyir atam. Qurban sənə. Sən nə gözəl insansan, bunları barışdırdın. Qızlara deyinən ki, Gövhər xanım zəng eləmişdi. Deyir, bizim dost itiran vaxtımız deyir. Biri otolanda birisi olmalıdır. Mən onları təbrik eləyirəm. Mehriban olsunlar. Heç kimi sözünə uymasınlar. 18 illik çörəyi yerə vurmasınlar. Öpürəm hər ikisini. Yalçın, onlara deyirəm, ölüm bitim dünyasıdır. Heç kim heç nə aparmır. Mehribançılıqdan gözəl şey yoxdur həyatda. Adam bir dənə özünə sirdaş axtarır ki, görürsən ki, otursun onunla dərdləşsin. Öpürəm hər iki, üçüzü də öpürəm atam. Var olasınız Gövhər xanım. Allah sizin canınızı sağ eləsin. Minnətdaram. Əllərinizdən öpürəm, əziyyət çəkən əllərinizdən. O illərdir əziyyət çəkən əllərinizdən çoxlu maç eləyirəm sizin. Baş üstə, sizin kim sənətkarlar desə, deməli el olmalı. Mənim dəyərli dostum Aynur Qarabağlı da baxır. Ülviyə Namazovanın bacısı. O da xoş sözlərini yazır. Aynur, səni də qısa zamanda inşallah Günəğula verişində gözləyirəm. Dostumuz Pərvin Lətifov da verilişə baxır. Elmir Qəhrəmanov haqqında xoş sözlər söyləyir. Elmir, bütün sənətkarlar sənin haqqında müsbət fikirdədir.